Görəcəksiniz, mən şəhid olandan sonra Qarabağ alınacaq. Mən şəhid olandan sonra Qarabağımızın hər rayonunda, hər kəndində üçrəngli bayrağımız dalğalanacaq. Mən o günü görə bilməsəm də, döyüş yoldaşlarım, zabit və gizir qardaşlarım düşməni torpaqlarımızdan qovacaqlar. Şəhid Gizir Xəlilov Namiq İlyasoğlu Tovuz döyüşləri zamanı bu sözləri deyibmiş. Namiq 1992-ci il iyun ayının 15-də Şirvan şəhərində anadan olmuşdur. Qohumları, qonşuları, Namiqin uşaqlığını xatırlayan hər kəs eyni sözü deyir. Namiq tam başqa idi. Şirvan şəhəri 11 sayılı tam orta məktəbdə təhsil alan Namiq, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Hələ xidmət zamanı geridə qalan həyatını hərbiyə bağlayacağını qərar verən Namiq, komandirlərindən hərbiçi həyatının bütün sirlərini, çətinliklərini öyrənir. Hərbi xidmətdən qayıtdıqdan sonra xüsusi təyinatlı qüvvələrin kursuna seçilən Namiq 2010-cu ildən gizir kimi xidmətə başlayır. Xidməti dövründə Türkiyə və Gürcüstanda müəyyən kurslara qatılaraq nailiyyətlər əldə edən şəhid gizirimiz eyni zamanda Türkiyədə keçirilən Efes 2018 çoxmillətli ortaq xüsusi təyinatlı qüvvələr yığma komandasında da uğurla iştirak edir. O, 3-cü dərəcəli hərbi xidmətdə fərqlənməyə görə və Azərbaycan ordusunun 100 illik yubileyi medalları ilə də təltif olunur. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan igidimiz Murov yüksəkliyi, Kəlbəcər və Hadrut istiqamətlərində ön sıralarda olub. Füzulinin, Cəbrayılın, Kəlbəcərin, Xocavəndin azad olunmasında xüsusilə seçilən Namiq, oktyabrın 16-sında elə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Xocavəndin azad olunmasına görə, vətən uğrunda, hərbi xidmətlərə görə, şücaətə görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif edilir. Şəhid Gizir Xəlilov Namiq İlyasoğlu Şirvan şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılır.